Eh, 16 illik həsrət, yoxsa əfsanənin axırıncı Dünya Kuboku. Qalmışam ortada. Bilmirəm nə edeyim. Bəziləri dərd çəkir ki, onun azarkeşi olduğu milli komanda finala vəsqə qazana bilmədi. Mənim dərdim isə tam başqadır. Bilmirəm kimi azarkeş dedim. Bilmirəm. 16 ildə azarkeş olduğum İspaniya millisinə, yoxsa futbolu mənə sevdirən Lionel Messiyə. Campeones, campeones, ole, ole, ole. Campeones, campeones, ole, ole, ole. Hər birinizi salamlayıram dostlar. Hər birinizi öpürəm, bağrıma basıram. Bəlkəm də tək-tük azarkeşlərdənik ki, hələ Dünya Kubokunun finalı oynanılmayıb, amma biz artıq bayram edirik. Belə şey yoxdur da, brat. Belə şey yoxdur da, qardaşım. Yəni, bu yuxuya belə gəlməz. Doğrudan da inanılmaz hisslər yaşayıram. Bilirəm ki, indi İspaniya millisinə azarkeşlik edənlər, Argentina millisinə sırf Messiyə görə azarkeşlik edənlər bu hissi yaşayırlar. Çox gözəl anlayıram sizi. Doğrudan da sevincliyəm. Çünki demək olar çempionuq. Mənə görə çempionuq. Ya İspaniya, ya Argentina fərq etmir. İkisindən biri çempion olsa, doğrudan da mən heç nə fərq etməyəcək. Yəni, bir tərəfdən Lionel Messi, bir tərəfdən La Masia uşaqları, azarkeşlik etdiyim İspaniya millisi, doğrudan da mənim üçün artıq Dünya Kuboku bitib. Brat, bir dənə o şkafazada bax, gör Mbappe, Olise, Due adlı adamlar yoxdur orada. Tapmaq lazımdır, orada olmalıdırlar məncə. Oradadılar, brat. Yaxşı bax qardaşım, oradadılar. Ayda, siz deyəməzsiniz Allah haqqı. Fransızlar İspanların üstündən keçəcək. Fransızlar İspanları məhv edəcək. Hanı fransızlar? Görə bilmirəm. Buydu Fransa. Bir daha biz onun şahidi olduq ki, sistem futbolu, taktiki futbol, sürət və adlardan üstündür. Bəli, İspaniya milli komandasının Olise kimi, Mbappe kimi, Due kimi, nə bilim, Barcola kimi superstarı yoxdur. Daha doğrusu var, bir ədəddir. Amma fransızlarda bu daha çoxdur. Amma İspanların sistemi var. İspanların o DNA'sı var. İspanlar həmişə yarım müdafiə xəttinin o dominasiyası ilə futbolda öz sözlərini deyiblər. Bəli, hal-hazırki İspaniya millisinin yarım müdafiə xətti Iniestalardan, Xabi Alonsolardan, Busquetslərdən, Xavilərdən ibarət deyil. Amma bu yarım müdafiə xəttində olan oyuncuların qanında onların DNA'sı var. Onların texnikası var. Onların futbol mentalı var. Və biz bunun şahidi olduq. Və biz bunu gördük. İspanlar sadəcə olaraq fransızları meydandan sildilər. Məhv etdilər. Dedilər ki, au revoir Mbappe, get diktatorluğu Parisdə elə, Marseldə elə, ya da gəlib Madriddə eləyə bilərsən, amma artıq çətin, çünki orada Marinho var. Şərhləri oxuyuram. Təsəvvür eləyin, Fransa milli komandasının heyətində cəmi 2 futbolçu var ki, əslən fransızdılar. Bu Luka Din və Rabiot'dur. Qalan digər oyuncular isə demək olar hamısı Afrika mənşəlidir. Kimisi Kamerunludur, kimisi Somalidəndir, kimisi Malidəndir, kimisi nə bilim, hardandısa fərq etmir. Bu 2 nəfər amma əsl fransızdılar. Və bu 2 fransız Fransanın baş elədi. Bu 2 fransız İspaniyanı demək olar finala vəsqə qazanmasında kömək oldular. Əslində onları da qınamıram. Məncə burada Deşamın çox böyük səhvi oldu. Deşam sürətə və adlara aldandı. Deşam elə bildi ki, İspanlar tam başqa futbol oynayacaq. Əslində biz bunu gözləyirdik, çünki İspanlar fransızlara qədər bir o qədər də gözəl futbol nümayiş elətdirə bilmirdilər. Yəni İspanların oyuna baxırdıq, özümüz də deyirdik ki, bu o deyil. Amma İspanlar fransızlara qarşı elə rahat oynadılar, elə professional oynadılar ki, şəxsən mən fransızları hiss etmədim. Mən hiss etmədim. Yəni oyunda
az da olsa mən həyəcan yaşamadım ki, fransızlar nəsə təhlükə yarada bilər ispanlara. Mən bu hissi yaşamadım. Yəni Belçika ilə oyun ispanlara daha çətin oldu, nəinki Fransa ilə oyun. Və Deşam bu oyunu yarım müdafiədə uduzdu. De La Fuente elə bir yarım müdafiə xətti qurdu ki, mərkəzi tam kontrol altında saxladı. Rodri, ürəksən. Rodri, sən tam başqasan. Bəlkə də qızıl top alandan sonra bu qızıl topun haqqını verməmisən. Amma bu oyunda o qızıl topun haqqını verdin, əminliklə deyə bilərəm. Fabian Ruiz Iniesta deyil. Fabian Ruiz Xavi deyil. Amma Fabian Ruiz elə Fabian Ruizdir. Bu milliyə elə Fabian Ruiz lazımdır. Bu milliyə Pedri lazım deyil. Hətta De La Fuente belə özü bildirdi ki, bu milliyə Pedri'nin incəliyi yox, Fabian Ruiz'in beyni lazımdır. Fikir verirsiniz? Yəni, bu o demək deyil ki, Fabian Ruiz Pedri'dən güclü və yaxud üstündür. Amma hal-hazır ki milliyə Pedri kimi incəliyi yox, Fabian Ruiz kimi fiziki güclü, dala qabağa işləməyi bacaran oyuncu lazımdır. Və Fabian Ruiz öz işinin öhdəsindən ideal şəkildə gəldi. İdeal. Dani Olmo, quzu kəsərəm sənə, qurban olaram sənə. Sən bu İspaniya milli komandasının formasını geyinəndə nəyə dönürsən? Yəni Iniesta'nın ruhu girir sənə, nə bilim, Guardiola'nın beyni girir sənə. Bu nədir belə? Sən bu oyunu Barsada niyə göstərmirsən? Yəni haqqına da girmək istəmirəm. Bəli, bəzi oyunlarda Olmo Barsanın heyətində bu performansı göstərir, amma hər oyunda göstərə bilmir. Stabil deyil. Amma İspaniya millisində wow oynayırdı adam, wow. 2024-də Avroda da belə idi, Dünya çempionatında da belədir. Onun verdiyi ötürmə, onun asisti sadəcə olaraq möhtəşəm. Yəni İspanların vurduğu ikinci qol sırf olaraq İspan qoludur da bu. Bu İspanlara xas olan bir qoldur. O yerdə, o balaca məsafədə elə çıxış etmək hər komandanın başı üçün deyildi. Bax, bu şeydir. Bax, İspanlardır fransızlarla, brat. Bu nədir göndərə bilməm? Buz, nə bilim, bubble tea, bombadır səni. Bunu vur bədənə, get məşqədə. Özüm ölüm kanka, buz qalıb içində. Hoppa. Bunu vur bədənə, get məşqə, Zoom İspaniyanın, nə bilim, Fransanın üstünə. Unipoint Coffee Shop'a buradan təşəkkürümü bildirirəm. Bizi gözəl belə bubble kofilərlə təmin edir. Yəni dadına baxaq, ona görə nə olan şeydir. Bunu mən bağlamağı öyrənmədim də, bırak. Bu necə bağlanır? Bunu necə bağlayırlar, sən can? Bunu bağlamağı bacaran varsa, zəhmət olmasa şərhlərdə yazsın, öyrənək bilsin. Mən başa düşə bilmirəm, bunu necə bağlayırlar. 2 saat dəlləşirəm, mən bunu bağlaya bilmirəm. Yəni İspanlar daha rahat fransızlar utdu, nəinki mən bunu bağladım belə. Ona görə bir dənə İspanların şərəfinə basaq görək nə olan şeydir bu. Oyda, qaymaq. Qaymaq. Çox gözəl, çox dadlıdır, ləzzət edir. Əsl yayın malıdır, brat. Gəlirsiniz Unipoint Coffee Shop'a, futbol adını verirsiniz, 10%, 20% endirim əldə edirsiniz. Bundan yaxşı nə ola bilər ki? Tələbəsinizsə vapşə zor. Gəlirsiniz, şellənirsiniz Coffee Shop'da, ürəyiniz nə istəyir edirsiniz, nə bilim, dərs oxuyun. İndi dərs olar adama deyərlər. Amma okey də, oxumaq istəyən oxuyar. Nə bilim, qızla görüşə gəlirsiniz, gəlir sonra partladırsınız, gedir, söhbət edib gedirsiniz. Öpürəm Unipoint Coffee Shop, yaxşı ki varsınız. Ümumi oyun haqqında onu deyə bilərəm ki, İspanlar sadəcə olaraq fransızları məhv elədilər. Və yenə də təkrar edirəm, bu yarım müdafiə xəttinin qurduğu dominasiya ilə bağlı idi. Deşam oyunu yarım müdafiədə uduzdu. Deşam oyunu, yenə deyirəm, sürətə inanmaqla uduzdu. Elə bildi ki, Mbappé, Barcola, Doué, Dembélé, Olise nəsə edəcək. Yox, İspanlara qarşı gərək yarım müdafiədə bərk olasan. Variant yoxdur. Olisəni hücumçunun arxasında oynatmaqla Deşam çox böyük səhvə yol verdi. Bu Senegal deyil, brat. Bu Mərakeş deyil. Bu İspaniyadır. Sən Mərakeşlə başa-baş mübarizə aparmaq istəyirsənsə, gərək yarım müdafiədə onlara təzyiq göstərəsən. Onlara istədiyini verməyəsən. Fransızlar İspanların bütün istəklərini yerinə yetirdilər. Özləri yerinə yetirdilər. Açıq-aşkar deyirəm. Yəni İspaniyanın yarım müdafiə xətti fransızları yedi. Bu qədər sadə.
Və onu da nəzərə almaq lazımdır ki, Bayena sol winger kimi oynamasına baxmayaraq tez-tez mərkəzə düşürdü. Və artıq mərkəzdə 3 yarım müdafiəçi yox, 4 yarım müdafiəçi olurdu. Və əlbəttə ki, İspanlar bu komponentdə fransızları qabaqlayacaqlar. Əlbəttə ki. Və Deşam bunu görmürdü və Deşam etiraz edirdi hələ orada Olisenin qırmızı vərəqəsini görməyən adam etiraz edirdi hakimə ki, hakim nəsə səhv qərarlar verir və oyundan sonra mətbuat konfransında bildirdi ki, hakim bizə qarşı idi. Hakim yüksək səviyyəli hakim deyildi. Belə oyunlara daha yüksək səviyyəli hakim olmalı idi. Olisenin qırmızı vərəqəsini vermədisə sən ona sağ ol deməlisən. Olise az qala Rodrinin karyerasını bitirəcəkdi. Bəxti gətirdi Rodrinin. Çox bəxti gətirdi. Yəni adamın ayağı topuqdan sına bilərdi. Lamine Yamal yenə də oyundan əvvəl hoqqa vermişdi. Lamine Yamal storylər paylaşmışdı, söz soxmuşdu. Düzün desəm mənim belə şeylər xoşuma gəlmir. Mən bu haqda özüm də story çəkdim, paylaşdım Instagramda. Bu böyük oyunçuya yaraşmayan bir hərəkətdir. Və Lamine Yamal məncə bundan dərs çıxarmalıdır və belə riskə getməməlidir. Qalib gəl, sonra nə istəyirsən paylaş. Amma oyun hələ başlamamışdan öncə belə şeylər paylaşmaq düzgün deyil. Sən avtomatik olaraq öz üzərinə təzyiq çəkirsən. Avtomatik olaraq komandanı təzyiq altında saxlayırsan. Nümunə olaraq oktyabr ayında olan El Clasico'dan danışa bilərik. Chelsea-nin oyundan danışa bilərik ki, Lamine Yamal hər iki oyundan öncə gic-gic storylər paylaşmışdı. Axırda gəlib hər ikisini uduzmuşdu. Və adama da deyərlər ki, bax get. Get bala. Lazımdır sənə. Amma Lamine Yamal pis oynamadı. Lamine Yamal komandaya oynadı və hiss olunur ki, De La Fuente Lamine Yamala başqa öhdəliklər verib. Lamine Yamalın Barselonada və İspaniya millisindəki öhdəlikləri tam başqadır. Və yenə də deyirəm, Lamine Yamalın zədələnməsi az da olsa onun indiki performansına təsir göstərir. Bu bizim gördüyümüz Lamine Yamal deyil. Gözümüzün öyrəşdiyi Lamine Yamal deyil. Çünki adam hələ tam istədiyi performansı göstərə bilmir. Görək indi finalda nələr olacaq. Oy, oy, oy. Qoatım mənim. Əfsanəm mənim. Ürəyim mənim. Qocam mənim. Nə bilim, canımın içi, canımın çölü. Qardaş, bu adam dəhşətdir də, brat. Bu adam bizi təəccübləndirməyə, davam eləməyə də söz tapa bilmirəm. Mən söz tapa bilmirəm, brat. Yəni mən açıq deyəcəm, no comment. No comment. Amma danışmalıyam. İbrahimovic oyundan əvvəl demişdi ki, ingilislər əvvəl Tanrının sol əli ilə tanış olmuşdu. İndi isə Tanrının özü ilə tanış olacaqlar. Bəziləri dedi ki, Tanrı sol ayağını göstərəcək onlara, amma yenə də bizi Messi təəccübləndirdi, sağ ayağını göstərdi. Sözlə ifadə oluna bilməz bu insan. Bu adamın 39 yaşı var. Bu adamın hal-hazırda pensiyada olan vaxtıdır. Bu adam rahat şəkildə futbolu bitirə bilər. Amma yox. Bu adamdakı o əzm, istək buna imkan vermir. Lionel Messi 39 yaşında Prime İngiltərə milli komandasına qarşı oynayır. Prime Bellingham'a qarşı oynayır. Prime Kane'ə qarşı oynayır. Prime Rice'a qarşı oynayır və sair oyunculara qarşı oynayır. Və 90 dəqiqə ərzində İngilis futbolçuları təzyiq altında saxlayır. 39 yaşında olan oyuncu. MLS-də oynayan oyuncu. Bu adam günümüzdə Premier Liqada da oynayar, Serie A-da da oynayar, La Ligada da oynayar, Kosmos Liqasında da oynayar, istənilən liqada oynayar bu adam və bunu sübut elədi. Ümidlərin kəsildiyi anda Lionel Messi səhnəyə çıxdı və yenə də sözünü dedi. Başqa nə deyə bilərik ki buna? Bu əfsanə deyilsə, bu nədir? Bu Qoat deyilsə, bəs nədir? Mənim sözüm yoxdur. Oyun dava ilə başladı. Sözün əsl mənasında dava ilə başladı. Argentinalılar provokasiya edirdi ingilisləri. Bunu biz hamımız gördük. Argentinalılarda bu var və Argentinalılar bunu etməlidirlər. Variant yoxdur. İlk növbədə Argentina və İngiltərə arasında qalmaqal yaşanıb həmişə. 86-cı ildən ta bu günə qədər onlar nə zaman oynayıblar, nə zaman qarşı-qarşıya gəliblərsə, həmişə problem olub. Nə bilim Maradona problemi, sonra Beckham, Simeone, nə bilim aləm dəyib bir-birinə həmişə. Yəni bunlar elə bir ki, siz nədir? Barsa Realın
daha sərt formasıdır. Və belə deyə bilərəm, Dünya Kuboklarının ikonik rəqiblərindən biridir bir-birlərinə qarşı. Və bu oyunda istisna olmadı. Çox aqressiv oyun başladı, amma ikinci hissədən sonra oyun tam olaraq dəyişdi. İngilislərin qolundan sonra yeri gəlmişkən Gordon da qol vurdu və Gordon qol vuraraq doğrudan da İngilisləri finala apara bilərdi. Finala apara bilərdi. Prosta Tuchel qoyun hər şeyi məhv elədi. Bu haqda danışıram indi. Qoldan sonra Argentina winner modunu açdı. Yeri gəlmişkən mən demişdim ki, Argentina bu Dünya Kubokunun ən təcrübəli komandasıdır. Qaqaş, get qarnıvı qaşı, get dalıvı qaşı, get burnuvu qaşı, get saçıvı qaşı. Gördünüz hər halda. Bəli, Argentina milli komandası 2026-cı il Dünya Kubokunun ən təcrübəli komandasıdır. Biz bunun bir daha şahidi olduq. Qoldan sonra Argentina elə bir futbol oynamağa başladı ki, biz hamımız belə qaldıq. Bu nədir la? Siz belə oynaya bilirsinizsə, niyə oynamırdınız bu günə kimi? Yəni, mənə görə bu oyun Argentina milli komandasının Dünya Kubokunda, bu Dünya Kubokunda göstərdiyi ən möhtəşəm oyunuydu. 55-ci dəqiqədən 90-cı dəqiqəyə kimi Argentinalılar İngilisləri topla döydülər. Yəni, doğrudan da göstərdilər ki, siz futbolu yarada bilərsiniz. Amma futbolu bizim qədər oynaya bilmərsiniz. Açıq-aşkar deyirəm bunu. İkinci su fasiləsindən sonra ümumiyyətlə Argentina oturdu İngilislərin qapısına. Gordon Konsa əvəz etməsi, oyunun qırılma nöqtəsi. Tuchel əmi, ümumiyyətlə mən anlaya bilmirəm ki, Tuchel necə top klas bir məşqçi kimi hələ də sayılır, mən onu anlaya bilmirəm. Yəni, mən açıq deyəcəm, o Chelsea ilə Çempionlar Liqasını qazandı və onun çörəyin yer hələ də. Bayern azarkeşləri məncə yaxşı başa düşər mən nə demək istəyirəm. 2024-cü ildə Realla oyunda Bayerni böyrü üstə qoydu o Tuchel. Çünki Bayern hesabı açmışdı və Bayern dominant futbol oynayırdı. Hücumçuları çıxartdı, oyuna müdafiəçilər saldı, oyunu batırdı. Bayern azarkeşləri yaxşı xatırlayır. Və bu oyunda da eyni şey etdi Tuchel. Adam müdafiə futbol oynayır. Anlayıram. Argentina əlbəttə ki, hücuma atılacaq. Argentina qol vurmalıdır. Biz bunu anlayırıq ki, Argentinanın hücumu daha potensiallı olmalıdır. Daha belə sürətli olmalıdır ki, adamlar hesabı bərabərləşdirsinlər. Amma sən tam olaraq müdafiəyə oturub əks hücum futbolu oynayırsansa, hansı ağılla öz wingerləri oyundan çıxardırsan? Konsa ilə çıxarsan əks hücuma, yorulmuş Bellinghamla çıxarsan əks hücuma, Kane-lə çıxarsan əks hücuma. Yəni, bunu anlamaq üçün top klas məşqçi olmağa da ehtiyac yoxdur. Yəni, normal, adekvat, soyuq başla düşünə bilən insan bunu anlayır. Mən açığı deyirəm, bu oyunun taleyin birinci növbədə Tuchel, ikinci növbədə Lionel Messi dəyişdi. Argentinalılara lağ edirdilər ki, zəif rəqiblərlə qarşılaşıb hələ bunların qabağına belə yumruqlu rəqib gəlməyib ki, başı nəssin. Az da olsa razıyam. Bəli, Misir, İsveçrə, Capo Verde o səviyyədə rəqib deyil ki, Argentina üçün belə wow problem yaşatsın. Amma onlar yaşatdılar o problemi. İngilislər Argentinanın qabağına gələn ən çətin rəqib idilər, razıyam. Amma Argentina təkərə düşmədi. Argentina məğlub olmaq istəmirdi bu oyunu və Argentina təslim olmadı. Və mənim C-klass yarım müdafiəçim Enzo Fernandez. Yaxşı ki, varsan. Bu adam bəlkə Vitinha deyil. Bu adam Pedri deyil. Bu adam onlar kimi incə ola bilməz. Bu adam onlar kimi kreativ deyil. Amma bu adam əzmkardır. Nəinki bu adam? Bütün Argentina millisinin oyuncuları əzmkardır. Mən açıq deyəcəm, Argentina millisinin heyətində oynayan oyuncuların 50%-i futbol oynaya bilmirlər. Tagliafico bugünkü günümüzdə Azərbaycan Premyer Liqasında oynaya bilməz. Mən sizə açıq-aşkar deyirəm. Molina, o adam Atletico Madriddə necə oynayır, mən hələ də anlaya bilmirəm. De Paul yoxdur həyatda. Otamendi. Bu adam, yəni nə deyim bu adama, yoxdur bu adam, pensionerdir o adam. Qasa bilmir. Və yaxud digər oyuncular. Argentina millisinin heyətində olan oyuncular
digər top klass millilərin oyunçularından, digər millilərin səviyyəsindən qat-qat aşağıdırlar. Amma niyə oynayırlar? Çünki onları oynadan əzmdir. Onları oynadan o istəkdir, o ruhdur. Vallah deyirəm, Tagliafico indi bilmirəm harda oynayır. Mən axırıncı dəfə onu Lyonda görmüşdüm. Montiel, River Plate-də oynayır Montiel. Montiel River Plate-də belə oynamır. Mən and verirəm sizə. Romero Tottenham'da belə oynamır. Lisandro Martinez United'da belə oynamır. Enzo Fernandez Chelsea'də belə oynamır. Nəyə görə? Çünki əzm yoxdur orada. Bu oyuncular özləri çox gözəl bilirlər ki, biz wow oyuncular deyilik. Amma bizim əzmimiz var. Biz Messiyə görə və Argentinaya görə canımızı qoymalıyıq. Onlar çox gözəl bilirlər ki, bugünkü gündə Argentina millisini önə çəkə biləcək, Argentina millisini qabağa çəkə biləcək və ona qələbə gətirə biləcək tək oyuncu Lionel Messidir. Və onlar öz aralarında danışıblar ki, biz Messiyə görə canımızı belə verməyə hazırıq. Bir tək oynasın. Messi, sən oyna, sən kreativliyi görsət, sən öz sehrivi görsət, biz sənə görə vuruşacağıq, pressing edəcəyik. Nə bilim, topun dalınca it kimi qaçacağıq. Bizim bacardığımız budur. Sən sadəcə olaraq sehrivi görsət. Romero, Enzo, McAllister, nə bilim, Lautaro. Bu adamlar Argentinanı hal-hazırda daşıyan oyunculardandırlar. Lionel Messi'ni saymıram, onsuz da Lionel Messi daşımır. Lionel Messi Pramoy götürüb qucağına aparır. Onu saymağa ehtiyac yoxdur. Julian Alvarez özünü göstərə bilmir hələ ki. Və Julian Alvarez bu millidə ən empat oyuncudur. Yəni Julian Alvarez belə provokator oyunculardan deyil. O De Paul deyil, Enzo Fernandez deyil. Və Enzo Fernandez haqqında onu deyə bilərəm ki, Enzo Fernandez oyun başlayan kimi Bellingham'ın iynəsini vurdu. Əslində Bellingham'ın iynəsini Lionel Messi vurdu. O belə eləməklə. Bellingham, səni çox sevirəm. Bellingham, sən çox bomba oyuncusan, çox underrated oyuncusan, amma Lionel Messiyə qarşı nəsə eləmək o deyil də, brat, axırba belə olur. Və Argentinanın o provokatorluğu, Argentinanın o provokasiyaları bu oyuna az da olsa öz damğasını vurdu. Argentinalılar bunu bacarır, bunu eləməlidirlər. Bəziləri deyir ki, Argentina çirkin futbol oynadı. Dostlar, sizə belə bir sual verim mən. Nəyə görə Atletico Madrid belə futbol oynayanda hamını susurdunuz? Əsasən də Barcelona'ya qarşı. Niyə? Sual verirəm. Niyə susurdunuz? İndi Argentina millisi tam Atletico Madrid kimi futbol oynamır. Argentina millisi avtobus futbol oynamadı. Amma bəli, az da olsa o iyrəncliklər eləməyə çalışırdı. Bu Argentina millisində var, həmişə olub. Çünki oyuncuları dəlidir. Özləri bilirlər ki, biz normal futbol oynaya bilməyəcək, gərək nəsə eləyək. Nəyə görə Atletico Madrid oyuncuları belə eləyəndə hamını susurdunuz? Hə, rəqib Barcelona idi ona görə. Mən anlayıram nəyə görə hamı Messi'nin məğlub olmasını istəyir. Mən anlayıram nəyə görə çoxları Messi'yə qarşı çıxıb, çoxları Argentinaya qarşı çıxıb, çoxları İspaniya millisinə qarşı çıxıb. Burada problem nə Yamaldadır, nə İspaniya millisindədir, nə də Messi'dədir. Burada problem bilirsiniz nədədir? Problem Barcelona'dadır. Sizin probleminiz o oyuncularla deyil, o millilərlə deyil. Sizin probleminiz bax bu loqo ilandır. Siz bu klubun hər bir uğursuzluğunu sevinclə qarşılayırsınız. İndi məsələ sırf Real Madrid azarkeşlərinə aid deyil. Bütün klubların azarkeşlərinə aiddir və onların hamısına aid deyil. Əlbəttə ki, bəzi klubların azarkeşləri var ki, Barcelona'ya hörmət qoyur və Barcelona'nın uğuru və yaxud uğursuzluğu onlar üçün bir o qədər də önəmli deyil. Əlbəttə ki, bu hamıya şamil deyil. Amma çoxları belədir. Mən görməmişəm ki, Chelsea uğursuz olanda Barça azarkeşi sevinsin və yaxud pis olsun. Mən görməmişəm ki, Juventus uğursuz olanda və yaxud uğurlu olanda Barça azarkeşi sevinsin və yaxud pis olsun. Amma Barcelona uğursuz olanda görürəm ki, bütün dünya xoşbəxt olur. Və Barcelona uğurlu olanda bütün dünya qəmgin olur. Hələ bəziləri var ki, İspaniyanın oyuna da söz atmışdı. Yeri gəlmişən o haqda danışmaq istəyirəm. İspaniya avtobus futbolu oynayır, futbolu öldürür. Başa düşmədim, qardaş. Necə ilə futbolu öldürür? İspaniya harda avtobus futbolu oynadı? İspaniya götürdü topu, oynadı, dedi vermirəm topu sənə Fransa. Gəl topu al.
Başa düşmədim. Sənin heyətində Due oynayır, Olise oynayır, Mbappe oynayır, Dembele oynayır. Bir ayda günümüzü xarab eləmisiniz ki, bunlarla sizi belə eləyəcəyik, elə eləyəcəyik. Fransanın qabağında heç kim dayana bilməz. Gəlsinlər alsınlar da. Başa düşmədim. Bəlkə İspanlar topu ayaqlarına kley eləyiblər. İspanların bir sistemi var. İspanların bir oyun tərzi var ki, siz bu ilə bacarmırsınız. Artıq bəhanə uydurmağa ehtiyac yoxdur. Sən normal futbolu oyna, öz sistemini qoy ortaya. Futbol görsət. Yox, İspanlar futbol oynayır. Futbolu məhv edib İspanlar. Bir ara bunu Barcelona ilə deyirdilər. 2010-cu il Barsa, 2009, 2011 ki, Barcelona futbolu öldürür. Barcelona futbolu məhv edir. Ancaq paslaşırlar. Qısa pas, qısa pas, qısa pas. Qardaş, qaydadan kənar nəsə var burada? Hər şey qaydalar çərçivəsindədir. Sistem qoy. Oyuncu transfer elə, ürəyin nə istəyir elə. Sən əgər bu ilə bacarmırsansa, bu mənim problemimdir, yoxsa İspaniya futbolunun problemidir. Az da olsa Barcelona haqqında danışmaq istəyirəm, transferlər haqqında danışmaq istəyirəm. Barcelona azarkeşləri, Barcelona rəhbərliyi, Deku, bəlkə mənə nə vaxtsa eşitdin sən. Por favor, xahiş edirəm, qulaq as, Deku, Mr. Deku. Barcelona'ya Argentinalı oyuncu alın, təcili sürətdə. Bu bir tələbdir, bu bir istəkdir. Qardaş, bu komandaya Argentinalı əzmkar oyuncular lazımdır. Mən həmişə demişəm ki, bu komandanın heyətində, bu komandanın prime dönəmlərində həmişə Argentinalı oyuncular olur. Romero'su olsun, nə bilim, Lisandro Martinez'i olsun, Enzo Fernandez'i olsun, kim olur olsun. Bunlardan biri alınmalıdır qardaş komandaya. Bu Argentinalılar dəlidir, brat. Komandaya görə canım verərlər. Bu nə əzmdir, bu nə belə istəkdir. Mən Romero transferinə qarşıydım, açığı desəm. Amma mən Romero'nu belə bilmirdim, brat. Romero canavardır. Komandaya görə dalım verər bu adam. İndi bilmirəm, onu sırf Argentinaya görə belə edir, yoxsa yox. Amma mən şəxsən risk eləyib onu alardım. Romero nələr eləyir bu dünya çempionatında? Məncə bu dünya çempionatının ən yaxşı iki mərkəz müdafiəçisindən biridir Romero. Bir Romero, bir Kubarsi. Laportu da bura əlavə edərəm. Yeri gəlmişkən Barcelona Laportla da maraqlanır. Barcelona Laportu da transfer etmək istəyir. Məncə bu elə Kubarsi ilə onların gözəl tandemindən irəli gəlir. Flick görüb ki, bunların oyunu tutur və Laport düzünü desəm Inigo Martinez'in plagiatıdır. Kopyasıdır. Amma belə bir sual ortaya çıxır. Məsələ Kubarsi ilə Laportun bir-birini başa düşməsində deyil. Flick'in sistemindədir. Onlar ikisi De La Fuente'nin sistemində uğurludular. Flick'in hündür müdafiə xəttində bu iki şəxs uğurlu olacaq yoxsa yox? Mən açığı deyim, bu hündür müdafiə xətti ilə Kubarsinin yanına Prime Maldini gətirsək də, Prime Nesta'nı gətirsək də heç nə dəyişməyəcək. Məncə Flick biraz müdafiəni dala çəkməlidir və belə hündür müdafiə xətti ilə futbol oynamaq olmaz. Bu sistem artıq işləmir. Və yenə də təkrar edirəm. Laporte olsun, Van de Ven olsun, Romero olsun, Nesta olsun, Cannavaro olsun, Puyol olsun, fərq etmir. Bu sistemlə yenə də həmin şeylər olacaq. Adayemi Barcelona'nın oyuncusudur və hər birinizi təbrik edirəm. Və mənə görə bu transfer çox bomba transferdir. Axır ki, Deku başını işlətdi və nəsə belə iş görməyə başladı. Adayemini 22 plus 7 milyon avroya transfer etmək əla, super, bomba işdir. Manchester United Rashford'a görə 30 milyon istəyirdi. Rashford indi o deyil də, brat, yəni belədir. Bəli, ötən mövsüm Barsa üçün nələrsə elədi. Onun əməyini aşağılamaq olmaz, amma o deyil. Və bu qiymətə 24 yaşlı, potensiallı, sürətli, texnikalı, ayağında top saxlaya bilən hücumçu almaq, daha doğrusu winger almaq idealdır, ideal. Bəli, Adeyemi Mbappe deyil, Adeyemi nə bilim, Olise deyil, amma belə deyim, o hələ də məncə öz məşqçisini tapmayıb. Adeyemi Borussia Dortmundda onu yüksək səviyyəyə qaldıra biləcək baş məşqçi ilə işləməyib. Və mən belə düşünürəm ki, Adeyemi biraz Borussia Dortmundda çox qaldı. Adeyemi biraz tez getməli idi Borussia Dortmunddan. O komanda onun üçün deyil. Adeyemi məncə İngiltərəyə gedə bilərdi və yaxud da İspaniyaya gələ bilərdi və gəldi. Və mənim ona ümidlərim böyüdü.
İnanıram ki ADM Barsada nələrsə edəcək. Lionel Messi haqqında bir-iki fikir bildirmək istəyirəm. Yenidən məni tənqid edəcəklər, yenidən məni heyt edəcəklər ki, sən Ronaldo heyterisən. O gün qarşıma bir video çıxdı. Oturmuşam evdə, telefonda belə reelslərə baxıram. Bir qardaş da oturub belə mikrofon qarşısında, kamera qarşısında əyləşib öz fikirlərini bildirir və deyir ki, Cristiano Ronaldo elə bir uğura imza atıb ki, Lionel Messi bu uğura heç vaxt imza ata bilməz. Lionel Messi bu uğura böyük ehtimalla çata bilməz. Bu uğuru təkrarlaya bilməz. Belə maraqlı gəldi, dedim görəsən nədir bu uğur? Cristiano Ronaldo oynadığı 6 dünya kuboklarının hamısında qol vurmağı bacarıb. Azı bir qol vurmağı bacarıb. Lionel Messi'də isə bu uğur yoxdur. Belə baxdım, şoka düşdüm. Bu nə nümunədir belə? Bu nə arqumentdir belə? Dostum, qardaşım, Lionel Messi'nin bir tək İngiltərə millisinə qarşı oyunda verdiyi qol qatqısı Cristiano Ronaldo'nun ümumi dünya kuboklarının play-off mərhələsində verdiyi qol qatqısından çoxdur. Bunu biz uğur kimi qeyd alaq onda. Yaxşı, sənə başqa bir arqument deyim. Manuel Neuer və Cristiano Ronaldo'nun dünya kuboklarının play-off mərhələsində verdiyi qol qatqısı eyni saydadır. Manuel Neuer onda Cristiano Ronaldo'dan güclüdür. Daha absurd bir arqument gətirim. Vazinyanın Argentina ilə oyunda uğurlu dribling sayı Cristiano Ronaldo'nun son 2 dünya kubokunda ümumi dribling sayından çoxdur. Vazinya qapçıdır. Yəni bilirsiniz bu nəyə oxşuyur? Təsəvvür edin, sizin altınızda BMW var, Mercedes var, ən son model, şık maşın və biri qayıdıb deyir ki, qardaş 07 başqadır, brat, 07 başqa aləmdir. Deyirsən ki, niyə də, yəni necə 07? Yox, brat, 07 başqa aləmdir. O Alman maşını nədir ki? Hətta səbəb nədir? 07 ilə mən 2 təkər qaldıra bilərəm, amma o ilə qaldırmaq olmur. 07-də 2 təkər qaldırmaq olur, brat. Sənin mən uğuruva nə deyim ala? Dostlar, bir daha hər birinizi təbrik edirəm. Messi azarkeşləri, İspaniya milli komandasının azarkeşləri. Doğrudan da bizim üçün çox böyük bir dünya kuboku oldu və bəziləri üçün bu dünya kuboku artıq maraqsızdır. Adam nə qədər forma dəyişər, adam nə qədər milli dəyişər. Əlbəttə sizin üçün maraqsız olacaq. Çünki La Masia oynayacaq. Çünki dünya kubokunun finalında biz La Masia'nı görəcəyik, Barcelona'nı görəcəyik. Əlbəttə ki, sizin üçün maraqlı olmaz. Və mənim hesab təxminlərim, mənim oyun təxminim budur ki, İspaniya milli komandası məncə qalib gələcək. Dünya kubokunun sahibi İspanlar olacaq. Mən belə düşünürəm. İspanlar fransızlarla oynadığı oyunu oynasalar və Lamine Yamal daha çox oyunu öz öhdəliyinə götürsə, Tagliafico'nun ciyərini dağıdacaq. Mən bunu səminliklə deyirəm. Amma burada yenə də Messi'nin sehri ola bilər. Çünki Messi tam başqadır. Messi hər an oyunu dəyişə bilər. Mən qalmışam ortalıqda. Mən bilmirəm kimə azarkeş dedim. Bəli, Messi mənim quvvatımdır. Messi mənim ürəyimdir, canımdır, ciyərimdir. Ona görə mən istəyirəm ki, Argentina ikinci dəfə bu dünya kubokunu qazansın. Bir tərəfdən də İspanlar. 16 illik həsrət. İstəyirəm ki, İspanlar qalib gəlsin. Amma hər iki halda mən yenə də sevinəcəm. Pis olmayacam. Doğrudan da pis olmayacam. Ya İspanlar, ya Argentinalar qalib gəlsə, mənə fərqi yoxdur. Amma boynuma alıram, oturdum, fikirləşdim, analiz etdim. Az da olsa Argentinanın qalib gəlməsini istəyirəm. İstəyirəm ki, Lionel Messi son rəqsini ideal şəkildə oynasın. Gözəl performans göstərsin. Götürsün bu dünya kubokunu və adını tarixə bir dəfəlik elə yazsın ki, o tarixi adı heç kim dəyişə bilməsin. Dostlar, öpürəm hamınızı, bağrıma basıram. Yaxşı ki varsınız. Videonu bəyəndinizsə like qoymağı unutmayın, şərh yazmağı unutmayın. Ən əsas məsələ abunə olmağı unutmayın. Bu mənim üçün çox önəmlidir. Kanal inkişaf edir. Şərhlərinizi oxuyuram. Yaxşı ki varsınız. Nə bilim brat, yorğunçuluqdur. Doğrudan da yorğunam. Yuxumuza haram qatmışıq. Hələ özümə gəlməmişəm. Artıq dünya kuboku bitir. Artıq dünya kuboku bitəndən sonra sırf fokuslanacağıq Barcelona'ya, Real Madrid'ə, görək bizi növbəti mövsüm nələr gözləyir.
Sağ olun, salamat qalın. Növbəti buraxılışadək.